Cənub mətbəxinin baş tacı ləvənginin sirrini açacağam bugün sizə. Ləvənginin olmazsa olmazı təzə sındırılmış qoz, suyu mütləq sıxılmış qırmızı və ya ağ soğan və nənəmin mətbəxinin sirri bir qaşıq kəsmik və ya təzə süzülmüş şor və ən əsası kərə yağı. Turşusu, duzu, istiotu da öz yerində. Biz uşaq olanda kənddən şəhərə kimsə gəlirdisə, nənəm mütləq bizə sovqat göndərərdi və ən əsası da toyuq, ləvəngi. Ancaq nə hikmət idisə, biz bişirirdik, ancaq nənəmin bişirdiyi ləvənginin dadını qətiyyən vermirdi. İllər sonra özü bu sirri bizə açdı. Dedi bala, biz belə görüb, belə öyrənmişik. Ləvənginin qozu və soğanı həvəngdə əzilir, içərisinə isə mütləq bir qaşıq təzə süzülmüş şor vurulur. Qozu isə özün sındır bala, mağazindən alma. Nənəmin dediklərini etdikdən sonra anladım ki, niyə onun əllərindən çıxan ləvəngi bu qədər dadlı olurmuş. İndi isə sirri sizinlə açdım. Dediklərimi mütləq sınayın. Görəcəksiniz ki, necə fərqli dadır.